Mən Zahid Bəkirov 1963-cü ildə Zərdab şəhərində anadan olmuşam. Şəhər bir saylı orta məktəbində natamam orta təhsil, rayon texniki peşə məktəbində peşə təhsili almışam. Sovet ordusunda xidmət etdim, bir müddət nəqliyyat müəssisəsində çilingər işlədim. 84-87-ci illərdə Gəncə şəhərində orta ixtisas təhsili almışam. 1989-cu ildə Daxili İşlər Nazirliyinin Zərdab mühafizə şöbəsində işə qəbul olundum. Milis əməkdaşı kimi cəbhə bölgəsinə gedirdik, postlarda keşik çəkirdik. 1992-ci ilin iyun ayında milis dəstəmizin tərkibində növbəti dəfə Qarabağa yollandım və Ağdamın əhalinin müdafiəsində iştirak etdim. Ermənilər Xanabad və Qarakənd tərəfdən Ağdamı raket atəşinə tutmuşdular. Atılan raketlərdən biri postumuzun yanına düşdü, mən və bir neçə milis serjantı şəhid olduq. Gözlərimi son dəfə qapayanda evdə xəstə qoyub gəldiyim övladımı xatırladım.